İnsan dua edəndə əslində nə baş verir? Sadəcə sözlər səslənir, yoxsa görünməz bir sistem işə düşür? Bir düşün, sən Allahım dediyin anda doğrudan da yalnız hava titrəyir, yoxsa daha dərin bir şey baş verir? Əli İbn Əbu Talib belə deyirdi. İnsan özünü kiçik bir varlıq hesab edir. Halbuki bütün kainat onun daxilində gizlidir. Bu nə deməkdir? Bəlkə də sən dua edəndə kainata səslənmirsən. Bəlkə kainat sənin içindən səslənir. Maraqlıdır ki, əsrlər sonra Albert Einstein kainat haqqında danışarkən belə demişdi. Hər şey enerjidir. İndi bu iki fikri birləşdir. Kainat sənin içindədir. Hər şey enerjidir. O zaman sual yaranır. Dua nədir? Bəlkə dua bir titrəyiş, vibrasiya aktıdır. Sən Allahım dediyin anda yalnız hava titrəmir. Sənin sinir sistemin titrəyir. Hüceyrələrin rezonansa girir. Səs dalğası mexaniki enerjidir və bədənində yayılır. Ürəyinin ritmi dəyişir, nəfəsin dərinləşir. Əli İbn Əbu Talib belə deyirdi. Söz ox kimidir. Çıxdı mı, mütləq təsir edər. Ezoterik baxış bunu belə izah edir. Hər söz bir enerji oxudur. Dua isə istiqamət verilmiş enerjidir. Einstein isə deyirdi ki, maddə belə sıxlaşmış enerjidən ibarətdir. Deməli, insan dua edəndə maddə